namazda hər gün deyirik Maliki Yevmiddin. Maliki Yevmiddin nədir? Qiyamət gününün sahibi sənsən. Güya buranın sahibi kimdir ki? Biz orada niyə deyirik? Burada demirik. Qiyamət. Çünki orada qiyamətdə hamı baş düşəcək ki, həqiqi mülkün sahibi odur. Burada hələ anlamır. Orada Allah sual verəcək məşhərə. Məşhərə verilən sualdır, ayədir bu. Limənil mülk. Mülk kimindir? Kim cavab verir? Hamı susur. Cavab vermək üçün gəlin mən öz dilimə sahibi olum. Deyim ki, sən. Mən dilimin də sahibi deyiləm. Allah bir anlıq götürüb hər şeyi. Limənil mülk cavab verin görüm. Heç danışamır. Olur hərdən yuxuda qışqırmaq istəyirsən, qışqıra bilmirsən, danışmaq istəyirsən, danışmaq istəyirsən, danışa bilmirsən, qaçmaq istəyirsən, qaça bilmirsən, vurmaq istəyirsən, vura bilmirsən. Sahibi var. Hələ xatırladılar belə yüngül var. Malikim var, sahibim var. Orada bu qiyamətdə bu baş verir. Bütün məşşərə verilən sual limənil mülk. Sükut. Cavab özü verir Allah. Lillahil vahidil qəhqar. Mənəm bu aləmin sahibi. Anladınız indi? Ariflər bu dünyada bunu anlar. Məsumlar bu yolu çəkib, bu xətti deyib. Küllə aləm.